Baxın balamlar, gözəl bir yerdə. Elə bir emmi çıxıb ki, 2 mərtəbəli kupçalı, şok bir qiymətdə, içində bütün əşya qalmaq şərtilə. Bunun həyətinə baxın, bir maşın girir, oturmağa yer də var. Qəşəng kaladıqla sürüb, görsən, plastikadan yığılır. Padvalı. Ondan sonra hər bir şey olan bir ev. Ev əşyalasına, baxın. Evdə hər bir şey, əl juanı, özü su pastiyanı var. Evimin cənnətə gəlmişəm. Daxil olaq evin içinə. Bura kombi sistemidir. Göndər sözlədir, güzlülük, qəşək. Evə söz yoxdur. Bura evin içi, zaldır. Ev gözəl bir yerdə, yola yaxın, yola çox yaxın evdir. Ev özü də kupçalı, tam mülkiyyət. Tam mülkiyyət. Bura sanuzil. Görsət. Bura evin kunası. Oturup çörək sat yeməyə. İndi biz ikinci mərtəbəyə çıxaq, ikinci mərtəbəyə tanış olaq. Görək bizim nələr sürprizlər qarşılayır, nələr qarşılayır, sizə hamısını bilənlərdən təqdim edəcəm. Mənim gözəl xalqıma gözəl ev çıxartmışam. Gəlin. Özdə ki, axırda sizə bir təqdim edəcəm. Evi sizə əşyalı deyirəm. Əşyalı ha. Əşyanın zadı çıxar. Bir də elektronikalar çıxardıram çıxır. Qalana halal xoşunuz olsun. Bura bunun kəldoru. Bura ikinci sanuzili. Bura ikinci otaq. Çox gözəl bir otaqdır. Bura üçüncü otaq. Bura dördüncü otaq. 4 otaqlı ev. Tam mülkiyyətli, yola yaxın, kupçalı, əşya içində qalmaq şərti ilə evi mən neçə desəm yaxşıdır. 100 min deməyəcəm, 95 min, 90 min deyəcəm. Gəlin danışaq, gözəl bir ev. Allah alana xeyir versin. Yolunuzu gözləyir. Mən Masallı balası gənə sizin qarşınızda gəlmişəm, gənə çəkilişdəyəm. Allah qoysa sizə yaxşı evlər görsənir.